Mənə görə döyüşmüsən, indi məndən kömək istəməyə gəlmisən. Dayan orada. Sen necə danışırsan ay icra başçısı? Bu oğlan sənə görə yox, torpaq üçün döyüşüb. Sənin kreslon üçün yox, bayraq düşməsin deyə döyüşüb. Bu ayağını kabinetdə itirməyib. Bu ayağını səngərdə qoyub. Güllənin səsini eşidib, ölümün gözünə baxıb. İndi gəlib burada səndən sərvət istəmir, vəzifə istəmir. Sadəcə yaşamaq haqqını istəyir. Sən isə deyirsən, mənə görə döyüşmüsən. Ay kişi, əgər bu qazilər olmasaydı, sən bu otaqda rahat qışqıra bilməzdin. Bu uşağın bir ayağı yoxdur, amma şərəfi yerindədir. Sənin isə iki ayağın var, amma vicdanın topaldır. Qazinin qarşısında səsini qaldırmaq kişilikdən deyil. Burada səs qaldıran sən deyirsən, burada sənin üstünə çökən qazinin ağıdır. O ah ki bir gün səni kreslonla birlikdə yandıracaq.